Bax, gördünüzmü? Gözəllik. Bugün deməli hazırlamaq istədiyim dananın can ətindən KFC hazırlayacağım. Xırçıltılı. KFC əsasən olur toyuq ətindən, onu biz eləyəcəyik dananın can ətindən. Artıq yerlərini kesib çıxartmalıyıq. Barmaq qalınlığında bunu bu cürlə kesirik. Yüngül duz vururuq ki, daha dadlı olsun. Deməli bu 1 kilo undur. 1 kilo una vururam deməli 2 qaşıq kraxmal, 2 qaşıq sarımsaq tozu, 2 qaşıq sarı kök, 2 qaşıq şirin paprika, 3 qaşıq duz, 1 qaşıq qara istiot, bir dənə qabartma tozu, 3 ədəd yumurta. Bir də su əlavə edirik. Bu da bu duruluğu, bu fasonu alana qədər, yəni su əlavə olunur bura. İndi 3 stəkan, 4 stəkan bu belə. Yeriniz mən Mustafa, pambıq kimi tam da pişib. Bu da çili sosudur. Hələ olur bu ilə. Belə maraqlı videolara baxmaq istəsəz, Ziya Baku YouTube kanalında abunə olub baxa bilərsiniz. Bak tamam. Bir daha. Bir low geldi. Gel.